İşlənmiş ehtiyat hissələri satılan bəzi mağazalarda hələ də mallar köhnə qiymətə müştərilərə təqdim edilir. Köhnə məsələn o vaxtı gətirdiyimiz mallar hələ köhnə qiymətlərlə satılır. Yeni mal hələ gətirməmişik, amma uşaqlar var ki, gətiriblər onlar, amma onlar baha qiymətə satırlar. Maşının qabaq buferi çeşka ilə götürək. Əvvəl 230 manat idi, indi də 230 manat. Bunu alıcılar da təsdiq edir. Maşında təzə zapçaslar deyənmərəm, köhnələrdə heç bir qiymət qalmıyor. Mən maşının elə bil arxa bak daçqını axtarıram. O əvvəl də 30 manat idi, indi də 30 manatdır. Getdim maşının farasını qırmışdım almağa. Keçən il də həmin qiyməti dedilər, bir illərimdə həmin qiymət. 240 manata keçən il dedilər, bir illərimdə 240 manata dedilər. Amma bu halı bütün ehtiyat hissələrinə şamil etmək olmaz. Çünki əksər mağaza sahibi xarici ölkələrdən ucuz qiymətə maşın alaraq parçalara ayırır və hissələr şəklində ölkəyə gətirir. Bu isə qiymətin artmasına səbəb olur. Manatı çevirib evroya getməlisən Almaniya. Biz də manatı çevirib evroya, prosto yəni evro bahadır. İndi bizə də ki, baha alırıq, yəni biz də məcburuq ki, üstünə bir 5 manat, 10 manat artıq qoya sataq. Dinamo satırdıq 80 manat, indi olub 100 manat. Bəli, artım var. Məsələn, nələrdə? Karovkada, Kalovkada, hamısında. Bax, bu korobka əvvəl neçə idi, indi neçə idi? Əvvəl bunu alırdıq 350 manat, indi olub 420 manat, 450 manat. Bunu əvvəl alırdım 80 manata. İşlənmişdi. Alırdım 80 manata. İndi alamazsa 120 manata. Qiymətlər belə də artıb, niyə artmıyor? Çox artıb yoxsa? Hardasa bir 30-40%. Bəs təzələrdə nə qədər qalxıb? Təzələrə yaxın getmək olur ki.